Biz bu müzakirəmizi nəqliyyat eksperti Elməddin Muradlı ilə edəcəyik. Xoş gördük, xoş gəlmisiniz Elməddin bəy. Hər vaxtınız xeyir olsun. Nəhayət ki, Bəli. görüşə bildik. Bəli, nəhayət ki görüşdük və yay mövsümü, isti günlər yavaş-yavaş başladı. Düzdür, iyun ayını biz elə keçirdik, elə yola saldı. Biraz sərin, küləkli hava. Bugün də biraz belə külək var. Bilmirəm, nəsə bu yay biraz başqa cürdür. Amma hələ yay qabaqdadır da. Elə bunun iyul elə təzə birinci günüdür. Elə avqust var. Evet. Bəzən görsən sentyabr ayında onun yarısına qədər isti keçir. Bəli. Elməddin bəy, sizin fikirləriniz əlbəttə maraqlıdır. Ümumiyyətlə yay mövsümündə, fəslində niyə qəzalar olur, əsas səbəblər nədir və bilmirəm, araşdırmalar da onu göstərir ki, qəzaların əksəriyyəti ilə daha çox yay aylarında olur. Buyurun. Təbii ki, yay aylarında günün işıqlı vaxtı daha çox olur. Ona görə səfərlər daha intensivləşir. Tutaq ki, qış aylarında kimsə saat 8-ə planlayırsa səfər saatını, ki, hava təxminən o saatda işıqlanır, işıqlananda yola çıxarıq deyir. Amma indi məsələn saat 5-də artıq səfəri planlayırlar və beləliklə həm yuxu rejiminə əməl etmirlər, həm səfər müddəti daha çox olur. Təsəvvür edin ki, axşam saat 10-a kimi deyək ki, 9-da təxminən qaranlıq düşür. 9-a qədər deyək ki, sürür. Yəni rayona gedir, rayondan müştəri gətirir, yük aparırsa yükü aparır, boşaldır, yenidən yük qaytarır. Başqa vaxt deyək ki, 2 reys edirdiksə, indi 3-cü reysi də etməyə çalışır ki, vaxt var, qoy gedim. Amma yəni istirahət və iş rejimi burada əməl edilməli olan ən vacib elementdir. Nəqliyyat vasitəsinin təbii ki, mütəmadi olaraq sürülməsi də müəyyən texniki problemlərə gətirir, çıxarır. Məsələn, dünən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müraciətinə baxırıq ki, bax bu aylarda daha çox yolda qalan nəqliyyat vasitələrinə rast gəlinir. Yəni texniki nasazlıq ucbatından yolun hərəkət hissəsində qəflətən sönür, qalır və bu da sıxlığa, tıxaca səbəb olur. Bu o deməkdir ki, yəni günün isti saatları avtomobilin mühərrikində də müəyyən proseslərin dəyişməsinə gətirib çıxarır. Qızdırma, maşınların yanması, məsələn, bax bu gün Sumqayıtda maşın yanıb, durduq yerdə. Çünki onun yəqin ki, elektrik naqillərinə müəyyən müdaxilələr olub və s. O başqa bir mövzu, amma əsas o yorğunluq və yoxsuzluq məsələsinə diqqəti çəkirik ki, insanlar niyə belə edirlər? Çünki daha çox zaman qazanmağa çalışırlar, harasa daha tez çatmağa çalışırlar. Amma bu, belə deyək də, məşhur bir aforizmə yada salır ki, yollar bizi yaxınlaşdırmaq üçün salınıb, bir-birimizdən daha tez qovuşmaq üçün, amma bizi əbədi bir-birimizdən də ayıra bilər. Ayıra bilər, bəli. Orada artıq davranış özümüzdən asılıdır. Biz mənzil başına sağ-salamat getmək istəyirik, yoxsa özümüzü və yaxud da cəmaatı qıra-qıra getmək istəyirik. Mövzu budur, yanaşma budur. Əgər insan beynində, əgər fokuslanırsa ki, mən sağ-salamat getməyə çalışıram, o zaman o nizam-intizamlı davranacaq. O, ailəsinin və yaxud da avtomobildə olan dostlarının, sərnişin qismində digər şəxslərin təhlükəsizliyinə cavabdeh olduğunu dərk edəcək. Bəli. İndi bəzən sürücülərimiz hələ də dərk etmir ki, hansı bir yol nəqliyyat hadisəsi zamanı onun avtomobilində olan bir şəxs xəsarət alsa, nəqliyyat vasitəsini düzgün istismar etmədiyinə görə Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət işi açılacaq. Nəqliyyat vasitəsinin düzgün idarə edilməməsi nəticəsində yol nəqliyyat hadisəsi zamanı şəxsin sağlamlığına ağır, az ağır və yaxud da orta ağır dərəcəli yüngül xəsarət yetirmə. Yüngül xəsarət maddi zərərlə əvəzlənir, maddi cərimə ilə qarşı tərəflə barışıq falan az ağır belə gedir. Ağır başqa cürdür. Yüngül xəsarət də dediyimiz kimi maddi cəriməyə gətirib çıxara bilir. Amma ağır və yaxud da az ağırda artıq azadlıqdan məhrum etmə cəzası var, azadlığın məhdudlaşdırılması cəzası var. Yəni ayağınıza bir qolbaq taxacaqlar ki, siz artıq məhkumsuz. Çöldə gəzsəniz də məhkumsuz və gedib həbsxanada qeydiyyatdan keçirsiniz, uzağa gedə bilməzsiniz, ölkəni tərk edə bilməzsiniz və s. Və beləliklə insan həyatı qaralır. Yəni durduq yerdə normal bir insan məhkumluq həyatı yaşamış bir insana çevrilir. Gələcəkdə məsəl üçün onun oğlu polis olmaq istəyir, hərbiçi olmaq istəyir.
şəxsi işin qaldıranda deyirlər ki, xeyr, sənin atan məhkumluq həyatı yaşayıb. Ona görə sən polis ola bilməzsən, hərbiçi ola bilməzsən və yaxud da digər müəyyən Vəzifələrdə vəzifələrə nail ola bilməzsən. Yəni görün sizin bir səhviniz nəyə bədəl olur? Üstəlik onun psixoloji sarsıntısı, ailə üzvləri hamısı sən məsəl üçün belə deyək də indi hər şeyin detalını deyirsən, şort geyinib gəzə bilməyəcəksən heç vaxt. Ki dənizə gedəsən, insanlar sənin qol bağda bilərzik taxıblar ayağına, onu görəcəklər. Utanacaqsan, sıxılacaqsan. Bəli. Həyat sənin üçün bir zindana çevriləcək. Çox belə qaranlıq belə danışırıq. Düşünün, görün, dəyərmi? Ona dəyərmi? Yox, sözsüz ki, əslində elə Elməddin mənim bu sözlərində o var ki, yəni biz biraz məsuliyyəti daha çox dərk eləyək, ehtiyatlı olaq ki, bax, nə özümüzə, nə də ki, digər hərəkət iştirakçılarının həyatına belə deyək, xələl gətirməyək. Və əlbəttə ki, yay aylarının xüsusi özəlliyi həm də ondadır ki, çoxumuz istirahət mərkəzlərinə gedirik. Deyək ki, Azərbaycanımızın maşallah hər yerdə gözəldir. Kimisi Qəbələyə, kimisi daha uzaqlara, kimisi Gəncəmizə, kimisi hər dörd bir tərəfdə gözəl əlbəttə ki məkanlar var və bəzən yol çox uzun olur, uzaq olur, amma yəni deyək ki intensiv bir hərəkət filan, amma bəzən olur ki görürsən insanlar öz belə deyək yola çıxacaqlar, amma diqqət etməli əslində olduğu məqamlara o qədər də belə deyək də, misal üçün var belə adamlar tanıyıram ki, avtomobildə kondisioner misal üçün işləmir. Onun üçün bu dərd deyil də, bu problem deyil. Yaydır, hava istidir, amma deyir ki, əşi düzələr də, sonra əşi bitər. Var belə insanlar ki, yəni avtomobilinə qarşı da çox məsuliyyətsizdir. Yəni sanki belə də ola bilər də, yəni bunda bir problem yoxdur. Bu düzgün yanaşma deyil. Əgər o mexanizm varsa, onu işlək vəziyyətdə saxlamaq insanlar üçün faydalıdır. Çünki yayın o cırhacırında dövlət yol polisi demək olar ki, ənənəvi olaraq hər il Bəli. sürücülərə müraciət edir ki, bu temperaturda kondisioneri olmayan avtomobillərlə yola çıxmayın. Ən azından burada bir məntiq var, bir fəlsəfə var, bir yanaşma var ki, təhlükəsizlik baxımından önəmlidir. Nə qədər istiyə məruz qalırsansa, o qədər halsızlaşırsan, yorğun olursan və hadisələrə reaksiyan azalır. Bir adamın ki, gözünün içinə tər axır. Onun görmə qabiliyyəti necə ola bilər? Olur da biz də hardasa bir iş görəndə görürsüz, tər girir gözümüzə, gözümüz göynüyür, belə torru baxırıq hər yerə ki, nə oldu? Adam yəni maşında onu mütəmadi yaşayırsa, görün onun hadisələrə reaksiyası necə olur? Güzgülərlə işləmir, bir əli sükanda, bir əli dəsmalda dəqiqə başı tərsilir, neyniyir? Yəni bu bir diskomfortdur, yəni bu səfər deyil. Ona görə mümkün qədər əgər o texniki qurğu, kondisioner varsa, onu işlək vəziyyətdə saxlamaq lazımdır. Yoxdursa da qaynar saatlarda, yəni o isti saatlarda uzaq səfərlərə belə avtomobillərlə çıxmaq olmaz. İndi bizim avtomobil parkımızda kifayət qədər kondisionersiz Sovet avtomobilləri var. Bəli. Başqa ölkələrin modelləri də var. Məsələn, İran istehsalı, Türkiyə istehsalı, Fransa istehsalı, Fransa ilə Türkiyənin müştərək yığdığı bir neçə modellər var. Azərbaycanın özündə yığılan bəzi modellər var ki, məsələn, kondisioneri yoxdur. Ona görə yəni bu avtomobillərlə uzaq səfərlərə çıxmaq tövsiyə olunmur, çünki təhlükə yaradır və sürücü üçün də bir çox belə deyək də zərərləri var. Deyək ki, kondisionerli maşında şüşələr qapalıdır və yanacaq sərfiyyatı normal gedir. Amma şüşələr açıqdırsa, artıq yanacaq sərfiyyatı dəyişir. İnsanların hadisələrə reaksiyası dəyişir. Görürsünüz, o küləyin o pırıltısında siqnal səsini eşitmirsən. Məsələn, kimsə sizə siqnal verir, reaksiya vermirsən, xəbərin olmur ki, o nə deyir, kim sənə nə işarə verdi və yaxud da nəsə. Və sərnişin daşıma qaydalarının pozulması ilə bağlı. İndi siz istirahət zonalarını qeyd elədiniz. Həmin zonalarda çox təəssüf ki, biz tez-tez rast gəlirik. İnsanlar avtomobildə düzgün əyləşmirlər, lükdan başını çıxardan, sallaşan, nə bilim, maşından, pəncərələrdən az yaşlı uşaqların sallandığını görürük. Hətta heyvanları o formada daşıyırlar, o da bir təhlükədir. Və bu yaxınlarda Baş Dövlət Yol Polis İdarəsi də açıq şəkildə bir müraciət elədi və sadə formada da insanlara izah olundu ki, bu çox təhlükəlidir. Bunu indi hardasa kinolarda, seriallarda, nə bilim, xarici ölkələrdə görürsüz, amma bu düzgün deyil. O filmdən bir epizoddur və yaxud da kimsə sizin kimi düşünüb, kamera olmayan, polis olmayan bir yerdə bunu paylaşıb, çəkib. Siz onun nəyin təkrarlayırsınız? Orada nə var ki? Harada pis şeylər var, bizim cəmiyyətə nədənsə tez gəlib çatır. Məsələn, bax, sosial şəbəkələrdə izləyir bizim əməkdaşlar. Baxıram, bugün bir material qoyublar, sürücülük vəsiqələrinə qarşı
qeyri-etik bir davranış, sürücü vəsiqələrin üstünə energetik içki tökürlər, nə bilim tort kəsirlər. Var. Nə bilim belə də bu hardan bir trendə çevrilibsə, yəni nə pis işlər varsa tez gəlir çıxır. Deyəndə də deyirlər ki, öz vəsiqəsidir, özü bilər. Birincisi onun üstündə dövlət atributlarımız var. Bayrağımız var, gerbimiz var, ayıbdır. Yəni o bayraq üçün, o gerb üçün insanlar gedib şəhid olub, can verib. Sən ondan belə o cür davranmamalısan da. Ən azından orada sənin şəklin var. Öz şəklinə hörmət elə heç olmasa. Düzdür, çox təəssüf ki, bu sosial şəbəkələrdə də tez yayılır bunlar. Bəli. Eləmirsə, öz şəklinə o cür davranırsa, deməli onun nəsə şəxsiyyət olaraq bir problemi var. Mən belə düşünürəm. Yenə də baxıram, son günlər bir trendə çevrilib, tez-tez bir mahnının sədaları altında onu paylaşırlar. Sükan arxasında olan şəxs mesaj yazır telefonla, yanındakı sükanı tutur. Və baxıram ki, yolu düzgün sürə bilməyən bəzi xanım sürücülər var ki, səhifələrinə baxırsan, orada paylaşımlarına ki, 8 yaza gedir. Onlar da bunu eləyir. Adam belə qalır belə ki, girib bunun məsələn bir kommentin yazasan, töküləcəklər onun kimi düşüncədə olan insanlar, yəni abrını qoruyub yazmırsan, məcburuq sayt vasitəsilə belələrini tənqid edirik. Bizim əməkdaşlar onu da bu gün hazırlayıblar ki, yəni bu nə biabırçı trenddir ki, siz yəni maşını hələ düz sürə bilmirsən, 2 əllə düz sürə bilmirsən, 50 dənə qayda pozursan, hələ gəlib sükanı başqasına verib mesaj yazırsan. Yəni, bu nə deməkdir? Yəni, ən yaxşısı elə ictimai qınaqdır. Bunun sosial şəbəkələrdə bəli. İctimai qınaq məqsədi ilə belə hərəkətlərə etirazımızı bildirək. Yəni siz onu o cür düşünürsüz, biz də bu cür düşünürük. Yəni biz sizi təhqir eləmirik, sadəcə düzgün yol göstəririk ki, bunu eləməyin. İndi məsələn avtobus zolağına girən sürücülər var. Məsələn bu yaxınlarda dünən bir əməkdaşlarımıza bir video göndəriblər Sabunçu ərazisində. Kameranın olmadığı yerləri dəqiq bilirlər. Girirlər zolağa, avtobus zolağına və sosial şəbəkələrdə paylaşılıb. Bəzi düşüncəsiz insanlar da var ki, yazır ki, nə olub ki, nə var ki, girir özü cərimə olunacaq zət. İndi ağıllı insanlar da yazır ki, bunun ora girməyi axırda qabaqda mənim kimi normal gedən sürücüyə ziyandır. Gedib kameraya çatanda bir 200 metr qalmış, çıxmalıdır kiminsə zolağına, kiminsə yoluna. Barmağın 5 metr çıxardacaq şeydən, pəncərədən. Ki, bəli, yol ver. Bəli. Sir-sifətin də o itlər var, o Doberman kimi. Elə sallayacaq ki, nə olar, sən Allah, mənə burax keçin bura. Oğulsan, getdi axıra kimi. Getdi kameranın altından keç, görüm necə keçirsən. 100 manat 2 bal gəlsin, 3 gün aşsız qal görüm, nətər qalırsan. Yəni sən, özü də inanın ki, mən bir səmimi deyirəm, o video qalır əlimdə, göstərərəm sizə də. Lap elə sizin də səhifədə paylaşın. Bir dənə o bahalı maşın yoxdur ha. Hamısı taksi, balaca, yəni kasıbvari maşınlar da. Sonra da başlayırlar ki, yol polisi kasıblara cərimə yazır. Niyə yazır? Kasıb dur da yerində. Bu zolaqla gedənlər səndən əski adamdır. Bəlkə düşüncəsi səndən aşağıdır. Bəlkə səviyyəsi səndən aşağıdır. Yəni avtomobildən asılı olmayaraq qiymətini asılı hamı sürücüdür. Mən bilmirəm. Mən məsələn bilsəm də onu eləmərəm. Çünki özümə yaraşdırmıram. Başqaları da mənim kimi düşünən yüzlərlə, minlərlə sürücü var. Amma var da ortada bir ikisi belə var. Məsəl üçün ara məsafəsinə görə nə qədər qəza baş verir? Ara məsafəsi ümumiyyətlə bizdə yığışılıb əməlli başlı. Niyə yığışılıb? Çünki qardaş, biri ilə 2 metr ara məsafəsi saxlayırsan, dırnaqarası bir ağıllı gəlir özü salır. Qalırsan belə əsəb keçirdirsən. Ona görə məcbur hamı bir-birindən maşını söküyüb sürür az qalır. İş arasındadır ki, elə sən doğru olduğun halda səni səhv çıxartmaq istəyirlər. Bu lap belə. Bakı şəhərində görün nə qədər zəncirvari qəzalar baş verir. Səbəb nədir? Ara məsafəsi saxlaya bilmirlər. Niyə saxlamırlar? Bəzi dırnaqarası ağıllılara görə. Yəni o da bir problemdir. Yəni baş verən səbəbinə baxsan, insanlar deyir ara məsafəsi saxlaya bilmədim. Niyə saxlaya bilmədin? Səbəbini də izah edirlər və düzgün deyirlər. İndi qanunda da elə bir şey yoxdur ki, o ara məsafəsinə gəlib özün dürtənlərə cərimə yazılsın. Belə bir şey də yoxdur. Ona görə onlar da istifadə edir. Qalırsan belə çıxılmaz vəziyyətdə. Qınamaq da olmur da o insanları. Dinləyicilər də yazırlar, Elmədin bəy. Cavid bəy yazıb ki, yayda insanlar istirahətə tələsirlər deyə daha sürətli və diqqətsiz sürürlər. Həm də ki, yorğunluq və istilər diqqəti zəiflədir. Sonra Əli yazır, salamlar, aleyküm salam Əli. Əsasən də rayon yollarında ailə ilə səyahətə çıxırlar, maşının hər pəncərəsindən bir uşaq başını çıxarır. Aha, əsas məsələ, rayon yolları da adətən dar, ensiz olur, yük maşınları keçir, bu çox təhlükəlidir. Çox xahiş edirəm, valideynlər diqqətli olsunlar. Qəşəng məqama toxundu Əli bəy. Doğru bir qeyd edirik ki, yəni insanlarımız istirahətə gedəndə də tələsir, istirahətdən qaydanda da tələsir, bəli.
İndi Allah uzaq eləsin, adamın bir xəstəsi olur, bir üzürü düşür. Yəni ən yaxınısan, çatdırmaq istəyirsən özünü, bu başqa. Amma sən istirahətə gedirsən də, faktiki dincəlməyə gedirsən. Hara uçursan, hara qaçırsan, niyə eləyirsən? Yəni bu nə deməkdir? Bu biraz yəni başa düşülən bir şey deyil də. Xüsusən də sən maşında ailənlə gedirsən və yaxud da istirahətə gedəndə ən yaxın dostlarınla gedərsən. Niyə də? Yəni bax bu nədir? Hara tələsirsən? Yəni gediş-gəliş saatlarını eləsəz ki, rahat ol. Bəli, Rahat çox yaz vaxtından tez çıxmaq lazımdır. Yazdığı məsələ bəli, doğru məsələdir. Yük maşınlarından başqa ağaclar var, yola əyilən, budaqları əyilən, xüsusən rayon yollarında. Yəni uşağın sir-sifətini dağıdacaq o. Dünən yox sırağa gün bir nəfər sosial şəbəkədə yazmışdı, bizim jurnalist həmkarımızdır ki, yəni 20-ci sahə ərazisində deyir uşaq nə qədər başını çıxartmışdısa maşından. Mən deyir müdaxilə eləməsəydim o uşaq düşürdü yerə. O dərəcədə valideyn məsuliyyətsizliyi, bəli. Bir crossover avtomobilindən bir qız pəncərədən sallanmışdı və təpəsi üstə gəldi, düşdü yerə. Özü də deyəsən bu Heydər prospektinin hansısa köməkçi yolundaydı. Yəni bu faciə yaşanır, hadisə baş verir və bunu çoxları da görür. Amma əməl etmək istəmir. Məsələn, onları da paylaşırsan yenə başlayır. Nə olub deyir, orada insanlar istirahət edir də. Qardaş, o lükdən başını çıxardıb, bunun qarın boşluğu düz düşür o lükün həndəvərinə, çərçivəsinə. Maşın bir dənə sağa sola getsə, onun qabırğaları qırılacaq. Qabırğa qırıldı, müvazinətini itirəcək, oradan təpəsi deyib düşəcək yerə. Bu bizim yəni görə biləcəyimiz hadisədir. Yəni bu belə baş verəcək. Amma bunun hüquqi tərəfləri də var axı. Sərnişin daşıma qaydaları var. Sərnişinin hüquq və vəzifələri var. Sürücünün hüquq və vəzifələri var. Bəli. Gəlin başlayaq sürücünün hüquq və vəzifələrindən. Yol hərəkəti haqqında qanun deyir ki, sürücü nəqliyyat vasitəsini işə salır və nəqliyyat vasitəsində daşıdığı yüklərin və sərnişinlərin təhlükəsizliyinə cavabdehdir. Yüklərin doğru düzgün qablaşdırıldığına əmin olandan sonra hərəkətə başlamalıdır. Sərnişinlərin təhlükəsiz əyləşdiyinə, təhlükəsizlik kəmərini bağladığına əmin olmalıdır və yol boyu bunu təmin etməlidir. Qanun bunu deyir. Bəli. Sərnişindən də tələb olunur. Avtomobilə əyləşən kimi təhlükəsizlik kəmərini taxmalıdır. İndi baxın. O başını çıxardıb, deməli başını çıxarıbsa lükdən və yaxud da pəncərədən, deməli kəməri taxmayıb. Kəmər taxsa o sözsüz əlbəttə, yəni bəli, bu artıq bir qayda pozuntusudur. Piyada artıq 30 manat qaydanı pozub. 30 manatlıq cəriməsi var. Sürücünün isə 100 manat 3 bal cərimə gözləyir. İnzibat Xətalar Məcəlləsində 327 yəni qanun maddəsi. Qanunda bu hələ qanuni tərəfidir. Bir tərəf odur ki, faciə yaşanır. Olmaz. Yəni buna yol ölümlə nəticələnə bilər. Bəli, sərnişin daşıma qaydalarının pozduğuna görə 100 manat 3 bal və yeri gəlmişkən deyim ki, son dövrlər bir çox vətəndaşlar bizə müraciət edir ki, mənə belə bir cərimə yazdılar filan. Deyirəm ki, nə qayda pozmuşdun? Məsələn, qabaqda uşaq oturmuşdu. Və yaxud da nə bilim atam qabaqda yanımda oturmuşdu, onun da qucağında mənim uşağım oturmuşdu. Bəli, deyirəm tamamilə doğrudur, qayda pozuntusu. Doğrudan deyir, bu nə vaxt olub ki? Yəni çox təəssüf ki, qaydaları 98-ci ildən yol hərəkəti haqqında qanunda bu yazılıb. Bu elə indi sual verir ki, bu nə vaxt olub? Avtomobilə qulluq qalsın bir qırağa, bir sürücü kimi bayaq Elməddin bəy dedi ki, 98-ci ildən bəri qoyulan həmin o qanun var ki, adamlar o qaydaları, qanunları bilmirlər. Məsələ burasındadır ki, bilmirlər. Bəzən də olur Elməddin bəy, yəqin mənlə razılaşır, bilə-bilə bilirlər. Sadəcə onun necə deyim, məsuliyyətini dərk eləmirlər. Yəni onun nə üçün yazıldığını bilmirəm də. Yəni var elə insanlar ki, doğrudan qaydalarını bilirlər ha. Sadəcə olaraq deyirlər, əşi nə olacaq ki? Bax o söz ki var, nə olacaq ki? Valideynlər var, pis nümunə olan valideynlər var. Məsəl üçün orta məktəbdə həyat bilgisi kitabında, dərslikdə belə bir məlumat verilir ki, məsələn 12 yaşa qədər uşaqlar qabaq oturacaqda oturmamalıdırlar. Bunu uşaqlar öyrənirlər. Məsələn atası deyir ki, gəl otur. Uşaq deyir ki, bəs məktəbdə öyrədiblər axı 12 yaş. Bəli. Boş şeydir, gəl otur. Bax belə valideynlər. Bir də söz var, bunu bilmirəm demək biraz. Deyir qaydalar onu pozmaq üçündür. Bir də belə bunu da belə şüara çevrilir olan insanlar da var, amma baxır hansı qaydada sən gedib qonşunun bağından bir dənə qarpız oğurlayıb yeyə bilərsən, bu problem yaratmır. Amma yolda bir qayda pozasan, öləsən. Bəli, çox doğru. Sonra pis öyrəşəsən, bir dəfə, 2 dəfə, 3 dəfə, bir gün baxasan ki, hansısa bir kamazın altında sürünürsən və ya da dərənin dibində maşın yanır, içində qışqırırsan. Nə bilim, hansısa xəstəxananın reanimasiya şöbəsində ayağını kəsdilər, qolunu kəsdilər. Yəni bax belə olur. Ən azından məşhur Nikos ayağı var idi. Allah kömək olsun, bir söz demirəm, amma o avtomobillə bağlı çox ciddi qayda pozuntularını çəkirdi, paylaşırdı. Biz də bir dəfə tənqid eləmişdik ki, eləmə, lazımsız şeylərdir.
Və görürsüz günün bir günündə heç kimi arzulamıram, ona da şəfa Bəli. diləyirəm. Amin, Gəldi amin, bir qəza əlbəttə. törətdi, qolunu itirdi. Cavan oğlandı, görürsüz. Bəli. Yəni heç onun ağlına heç vaxt gəlməyəcəkdi ki, belə bir hadisə onu gözləyir. Və dostu heç kim avtomobildəydi, mən də hətta bəli. bir inanmıram ki, mənim də başıma nə vaxtsa Bəli. gələr. Amma Əlbəttə heç birimiz özüm sığortalanmamışıq. bilərəkdən ki, sürət həddini aşıram, gedirəm sağdan birini ötürürəm, soldan birini ötürürəm, qabaqda kamaza gedib çırpılıram. Bu mənim səhvimdir. Kimsə deyir əcəldir, əcəl başqa şeydir. Sən sürət həddini niyə aşırsan ki? Bax bu Heydər Əliyev prospektində gün ərzində baş verən qəzaların %90-ı sürət Sürət bəli. Radarların yerini bilən sürücülərdir. Gəlirlər, radara çatanda tormozlayırlar, arxadakı da gəlir, çırpılır ona, zəncirvarı qəza, ölüm, xəsarət, tıxac, sıxlıq, aləm dəyir bir-birinə. Ona görə insanlar bu məsələyə diqqətlə yanaşmalıdırlar. Bütün alimlər, bu sahə üzrə ixtisaslaşmış insanlar hamısı nəqliyyat vasitəsini, yəni avtomobili yüksək təhlükə mənbəyi hesab edir. Bəli. Yüksək təhlükə mənbəyi. Və bu mənbə ilə nə qədər ciddi davransan, diqqətli davransan, o qədər xoşbəxt və rahat olasın. Bəli. Yox, Ümumiyyətlə əsəb ki, gərginliyi araşdırmalar da onu içində göstərir. Bəli. Bu, Ki, yəni fayda verməyəcək, bunun yəni axırı, sonluğu yaxşı gətirməyəcək. Ona görə həm yay aylarında, həm qış aylarında şüşan arxasında nəqliyyat vasitəsini də, özümüzü də düzgün idarə etməliyik. Əhməd bəy, bayaq dedi, istirahət mərkəzlərinə getmək, istirahət eləmək, təbii ki, orada bizim istirahətimiz həm də yeyib və içməkdir. Yəni biz istirahət deyəndə həqiqətən belədir. Yəni daha çox bizdə yeyib içmək, təbii ki, restoranlara getmək falan bunlar nəzərdə tutulur. Amma əfsuslar olsun ki, sərxoş vəziyyətdə, deyək ki, qayıdır, sərxoş vəziyyətdə avtomobil idarə edənlər də var. Buyurun. Ötən ilki statistik rəqəmlərə nəzər salırıq. Sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edən 20-dən çox şəxsin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib, 8 nəfər ölüb. Təsəvvür edirsinizmi? Yəni 8 nəfər ölüb, 13 nəfər yaralı var. Yəni sırf sərxoş olan şəxslər tərəfindən törədilən yol nəqliyyat hadisələridir. Ona görə indi çox adam özünə güvənir, deyir ki, mən içəndə daha yaxşı sürürəm. Ha, qardaş. Onu da deyən var hətta. Sən nə danışırsan? Deyirəm, mən içəndə elə yaxşı maşın sürürəm. Çox belə rahat oluram. Ya da içki mənə təsir eləmir. Bunu da deyənlər var ki, mən sərxoş olmuram. 100 qramından heç nə olmaz, amma olanda olur. Məsəl üçün 100 qramından heç nə olmaz. Gedərsiniz yolda, qarşınıza bir heyvan çıxar, maşını qaçırdarsınız, gedib düşərsiniz dərənin dibinə. Sonra sizə göndərəcəklər tibbi müayinəyə. Spirtli içki çıxsa, sizin artıq cəzanız o birindən deyil. Yəni artıq burada yəni spirtli içkinin təsiri altında yol nəqliyyat hadisəsi törətmək başqa şeydir. Amma bu halda ayıq olsaydınız, spirtli içki olmasaydı, sizə 40 manat cərimə yazacaqdılar ki, manevr qaydasını pozub, avtomobil yoldan çıxıb gedib aşıb. Xəsarət olan ölüm itimi olmasa əgər 40 manat cərimədir. Spirtli içkinin təsiri altında yol nəqliyyat hadisəsi, maşında da kimsə xəsarət alıb, həbs. Birbaşa həbs, başqa variantı yoxdur. Ona görə yəni fikirləşmək lazımdır. O 50 qram, 100 qram heç nə eləmir. Mən içəndə daha yaxşı maşın sürürəm. Onu da başa düşmək. Yəni bu əminlik dırnaq arası, yəni. Bütün istirahət mərkəzlərinin ərazisində taksi xidməti də olur, ayıq sürücü xidməti də olur. Yaxşı olar ki, içməyə başlamazdan əvvəl bir maraqlanmaq lazımdır ki, qardaş, mən saat 11-ə kimi burada yeyib içəcəm. Bir ayıq sürücü mənə tapa biləsiniz? Hə, 11 tamamda ayıq sürücü xahiş edirəm burada olsun. Yəni 20 manatdır, 15 manatdır, 30 manatdır, hər nəticə verirsən, çox rahat şəkildə bu daha gedirsən yaxşıdır, mənzil başına, rahat başını qoyub yatırsan. Fikirləş ki, səni polis tutub. Oturmuşsan polis maşınına, bütün dost tanış hamısı baxır ki, filankəsi saldırırlar polis maşınına, aparırlar tibbi müayinəyə, oradan nə bilim şöbəyə, sənədləşdirirlər, aktlaşdırırlar, sabah çıxır məhkəmə qarşısına, məhkəmə çağırır. İndi aylandan sonra adam utanır, xəcalət çəkirsən ki, ay Allah, gör mən hara gəldim, çıxdım. Mənim bu məhkəmələrdə indiyə kimi işim olmuşdur. Mənim burada nə işim var axı? Və indi vay günəki mətbuatın da dilinə düşür. Məktəbdə də uşaqlar gətirir, hamısı göstərir ki, bax, atanı tutublar ha. Yaman yeyib içən kişidir. Bax, indi o deyir sənə yeyib içən kişidir, mənə heç nə olmaz. Bax, onu orada deyirlər uşaqları var ki, bax, sənin atan içkili maşın sürürmüş. Yəni, belə hərəkət olar, bəs bu təhlükəlidir, bəs məhəllədə artıq sənin atanı görəndə, o adamı görəndə hamı qaçacaq ki, bu içib sürəndir. Bundan uzaq durun, bəlkə də yenə içkilidir, bəlkə də nəsə eləyib. Yəni, lazımsız hərəkətlərdir də, burada məsuliyyət bilirsiniz, son dövrlər bu ictimai qınağın çox böyük faydası olub. Nə qədər insanlar tanıyıram ki, çox da bahalı maşınlarla vaxtı ilə elədikləri hərəkəti bugün sürücülərinə deyirlər ki, qətiyyən ha, qətiyyən.
çəkərlər, paylaşarlar, sonra biabırçılıq olacaq. Bəli. Çox gözəl əlbəttə qeyd elədiniz bunu. Məsələnin ictimailəşməsi də çox önəmlidir. Həm təbii ki, Avto FM-in biz Instagram səhifəsində və təbii ki, sosiallaşdırırıq bu kimi məsələləri. Avtosfer təbii ki, sizin səhifənizdə də bunlar təbii ki, işıqlandırılır. Əslində bu çox yaxşıdır. Yəni bunun doğrudan da faydasını biz görürük. Təşəkkür edirik sizə Elmədin bəy, gəldiniz. Mən yekun olaraq Bəli, buyurun deyin. Bəzi insanlar elə başa düşür ki, Avto FM və yaxud da Avtosfer və digər həmkarlar var ki, paylaşırlar qayda pozuntularını. Elə bilirlər ki, bizim onlarla nəsə şəxsi qərəzliyimiz var. Gün ərzində bəlkə bizim saytımız, səhifəmizdə bir 10-15 dənə elə adam paylaşır. Heç birini də tanımıram. Nə mən, nə əməkdaşlarımın heç biri. Həmçinin sizdə və yaxud da digərlərin heç kimlə problemi yoxdur. Sadəcə bizim missiyamız ondan ibarətdir ki, ictimai qınaq bizi doğru yola aparacaq. O insanlar artıq özlərini o vəziyyətdə görəndən sonra bəlkə düz yola qayıdarlar. İl ərzində 100 sürücünü biz düz yola qaytara biliriksə, bu bizim üçün çox böyük uğurdur, xoşbəxtlikdir. Mən bundan həzz alıram. Yəni o dediyim o imkanlı insanların bir neçəsinin mənə sözü bu olub ki, sizin sayta baxandan sonra sürücüyə tapşırmışam ki, nə barədə sən qayda pozasan ha. Kəməri tax, nizam intizamla. Hara gecikirik, eyb yoxdur. Gecikən mənəm də, dəxli yoxdur ki. Bəli. Çox gözəl. Yəni demək ki, müsbət əlbəttə nəticəsi var. Amma indi çürük təfəkkürlü insanlar var ki, onlarla sən nə edə bilərsən? O adam semiska çıxdıyıb küçəyə tökən adamdır. Siqaret çəkib hara gəldi atan adamdır. O adam məhəllədə qışqıra-qışqıra danışan, gecə musiqiyə səs verən adamdır. Nə bilim, o adam yəni intizamsız adamdır, ona meyillidir. Bəli, deməli bu insanlarda da düşüncə dəyişməlidir ki, o insanlar üçün ən gözəl şərait belə deyək də nəzarətsiz şəraitdir. Heç kim çəkməsin, heç kim paylaşmasın, polis falan gəlməsin bura. Biz bildiyimizi eləyək, dağıdaq buraları. Amma elə də olmur da. Yəni bir insanda mədəniyyət yaxşı şeydir. Məsəl üçün mən saat 12-də evə gələndə mümkün qədər darvazanın sakit açılmasına çalışıram. Maşın dərhal musiqinin səsini alıram ki, məhəlləyə daxil oluram. Və kimisə narahat eləməyəsən. Baxırsan saat 3-də bir də görürsən dupuldada gedir bu tərəfə, o tərəfə. Mopedi deşir, səs boğucusun, cəmaatı narahat edir. Dəfələrlə də burada danışmışıq. Yəni bu insanlar sanki başqalarını narahat eləməkdən zövq alırlar. Yəni bu qayda pozuntusu olmaqla yanaşı, həm də sən insanları narahat edirsən. İndi gözləyirsən ki, bir gün qonşular yığışıb səni kötəkləsin orada. Olmaz axı belə. Olmaz, əlbəttə. Bu da qayda pozuntusudur. Amma sən axı məcbur edirsən ki, insanlar ya sənin qapına gəlib başqa cür davransın, bəli. İrad bildirsin ki, oğluna tərbiyə ver, uşağına tərbiyə ver. Bu sözü eşitmək istəyirsən. Yəni istəyirsən ki, valideynlərin bu sözü eşitsin. Bəziləri TikTokda falan da görürəm, paylaşırlar ki, bizə irad tutan sürücülərin maşınının güzgüsünü vurub qırırıq. Həmən o moped sürücüləri. Cavan uşaqlar deyil, 13, 14, 15 yaşında, 16 yaşında, yeniyetmə. Bunun sonrası gələcək sürücü qismində də həmən şey olacaq da. Buna nəzarət olmalıdır ya yox. Onlar özü də yaxşı bilir, harda kamera var, harda polis tez-tez gəlir, gəlmir. Özləri yaxşı bilir o yerləri. Ona görə hər yerdə onlar çəkilməlidir, hər yerdə. Necə ki, Almaniyada, Avropada bu mədəniyyət formalaşıb, insanlar özləri nəzarət edir. Heç polisin müdaxilə etməyinə ehtiyac yoxdur. Qonşular yığışır, bir səhv eləyən adama elə dərs verirlər ki, sözlə, əməllə. O adam bir də artıq o səhv eləmir. Təşəkkür edirik sizə Elmədin bəy. Bir daha xatırladım, nəqliyyat eksperti Elmədin Muradlı ilə biz müzakirə apardıq. Bəli, biz bu məsələnin ciddiyyətinin əlbəttə fərqinə varmalıyıq. Biz əlbəttə ki, dəqiq intizamlı yol hərəkəti iştirakçısı olsaq, bax bu kimi hallar da olmaz.